Bakıda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırılıb. Bu svetoforlar digərlərindən bir qədər fərqlidir. Deməli, paytaxtın Sabunçu rayonu Əjdər Məlikovla Mais Əsədov küçəsinin kəsişməsində yeni svetoforlar yerləşdirilib. Həmin ünvanda 2 ədəd L tipli dirək üzərində piyada və nəqliyyat bölmələri olmaqla yeni svetoforlar artıq vətəndaşların istifadəsindədir. Deməli, yenilik ondan ibarətdir ki, piyadalar dirək üzərindəki düyməni bir dəfə sıxmaqla yaşıl ışıq yandıqdan sonra yolu təhlükəsiz şəkildə keçə bilirlər. Piyadalar gəlir, yaxınlaşır svetofora, düyməni sıxır və avtomobillər dayanır. Beləliklə, piyadalar rahat şəkildə yolu bir tərəfdən digər tərəfə keçirlər. Beləliklə, həm piyadaların təhlükəsizliyi təmin olunur, həm də eyni zamanda da sürücülər üçün də təhlükəli şərait yaranmır. Bu, çox yaxşı bir addımdır, çox yaxşı yanaşmadır. Bakının digər ərazilərində də belə svetoforların sayı artırılsa, xüsusilə məktəblərin yaxınlığında belə svetoforlar yerləşdirilsə, piyadaların, eləcə də sürücülərin təhlükəsizliyi daha mükəmməl, daha yaxşı təmin edilmiş olar.